Hər vaxtınız xeyir. Bugün seriyamızın 10-cu dərsi davam edirik. Bugün faiz əməliyyatlarından danışacağıq. Burada artıq faizləri bir növ daha dərindən anlamağa çalışacağız. Çünki gündəlik işlərimizdə və ofis işlərimizdə faiz ümumiyyətlə bizə çox istifadə olunan funksiyalardan biridir. Faizi nə qədər yaxşı bilərsək, məntiqimiz bir o qədər yaxşı işləyəcək. Gəlin faiz mövzumuza başlayaq. Ümumiyyətlə faiz nədir? Hətta onu cədvəldə deyil də ilk əvvəl gəlin sizə kənarda izah etməyə çalışım. Əvvəlcə bura bir başlığımızı yazalım. Faiz nədir? Belə bir başlıq yazıram və sütunumu biraz daha genişlədirəm. Ümumiyyətlə faiz dedikdə mütləq ədədin və ya rəqəmin müəyyən bir hissəsi nəzərdə tutulur. Exceldə bu göstərilir. Bu işarə ilə mənası isə 1 bölünsün 100 deməkdir. Yəni 1-in 100-ə nisbəti. Yaxşı, bəs biz bundan hardan necə istifadə edirik? Əvvəlcə danışalım ki, biz bundan necə istifadə edirik. Deyin ki, hər hansı bir rəqəmimiz var, ədədimiz var. Hətta gəlin bunu sizin üçün mən çevirim formatını dəyişim, yəni korrent edim. Artıq bunu bir qiymət kimi görək. Misal üçün, biz tapmaq istəyirik 356 manatın 5%-ni. Əgər biz bir ədədin və ya bir rəqəmin 5%-ni tapmaq istəyiriksə, biz bunu belə deyək ki, məktəblərdə öyrənmişik ki, ədədi faiz göstərən rəqəmə vurub, sonra 100-ə bölməliyik. Biz dedik ki, bu işarə nədir? Zaten 100-ə bölmək. O zaman buna belə bir yanaşma yanaşa bilərik. Yəni, bərabər yazsam, rəqəmimizi seçsəm və ya bunu gəlib 50 yaza bilərəm. 356 fərq etmir hər iki bizdə. Və ya gəlib harada yerləşir? X8 bunu bu formatda yaza bilərəm. Amma rahat formada olsun deyə gəlib seçirəm. Seçdim və dedik ki, vuracam. Nəyə vuracam? Faizini tapmaq istədiyim ədədə. Misal üçün, mən 6%-ni tapmaq istəyirəmsə, vurulsun 6, baxın, burada da faiz işarəsi. Bu özü də bir əməliyyatdır. Amma Excel bunu arxa planda öz gizli edir. 100-ə bölmək deməkdir. X8-i 6%-ə vursam, baxın, 21 tapacaq. Yəni, 356-nın 6%-i formula bardında görürəm. 21. Yaxşı, misal üçün, 356-nı, hətta belə yazmayayım da, belə seçin. Vurulsun 15%. Tapdım ki, 53. Yaxşı, bəs 356-nı mən 15% artırmaq istəsəm necə edirəm? Baxın, 356-nı 15% artırmaq istəyirsə, gəlib əvvəlcə 15%-ni tapıb, sonra bu ikisini toplayıb yaza bilərəm. Amma bu formada da bizim prosesimiz çox uzun gedir. Biraz daha sadələşdirib belə edə bilərik. 356 üstə gəl. 356 vurulsun 15%. Bu da bayaqçının sadəcə bir əməliyyat daxilində yazdığımızdır. Bayaq ayrı-ayrı xanalarda bu üzərinə gəl bunu yazırdıq. İndi isə bunu bir bərabərlik daxilində yazdıq. Tapırıq ki, 409-dur. Yəni 356-nın üstünə 356-nın 15%-ni gəlsək 409-u alırıq. Beləliklə 356 15% artmış olur. Azaltmaq istəsək necə? Bərabər də yazıram. 356 çıxılsın. 356 vurmaq 15%. Yəni 356-nın özündən, yəni x8-dən, x8 nədir? 356. Çıxıram 356-nın 15%-ni. Zaten burada baxın, seçdiyim anda üzərində görsənəcək. Burada görsənir, baxın, 53,4. Deməli, 356-dan 53,4 çıxsam, mən 356-nın 15% azaltmış olurum. Beləliklə, biz rəqəmimizin faizini tapmağı, rəqəmimizi və ya ədədimizin faiz olaraq artırmağı və azaltmağı təqribən bildik. Bəs bunun daha rahat yolu yoxdurmu? Var. Bizim riyaziyyatda faiz maksimum olaraq götürülür 100%. Minimum olaraq da götürülür 0%. Əgər biz bunu kompüter dili ilə, kompüterin başa düşəcəyi dillə əlaqələndirsək, 0 və 1. Bildiyimiz kimi 0 işıq yoxdur, 1 işıq var. Yəni, kompüterin başa düşdüyü ikinci hissə sistemi. Bu hissəyə indi daxil olmayağın, biz hələ ki, deyirik ki, bizim minimal faizimiz 0-dır, maksimum faizimiz 100-dür. Bunu da hətta buradan silirəm, çünki ehtiyacımız olmayacaq. Deyirik ki, əgər biz bir ədədə artırmaq istəyiriksə 15%. Bu nə deməkdir? Yəni, 100%-i, yəni özü 15% artır. Yəni, bizim ədədimiz 115% artmış olur. Yəni, qısaca deyək ki, misal üçün belə bir yanında yazım, daha yaxşı görək. Yanında 15%-imiz var.
Əgər biz 356 15% artırmaq istəyiriksə, necə yazırdıq? Yazırdıq ki, 356 üstə gəlinsin 356 vurmaq 15%. Baxın, bu bizim 100%'miz, zaten maksimumumuz budur. Bu da bizim nəyimizdir? 15%'miz. O zaman daha rahat yolunu yaza bilərik. Yəni 356 vurulsun 100 ilə 15 toplayıram 115%. Belə şey zaten 15% artmış olacaq. Baxın 409. 15% azaltmaq istəsəm nə edərəm? Biz normalda nə edirdik? 356 çıxılsın minus mötərizə açırdıq 356 vurulsun 15%. Baxın, bu bizim 100%'miz. Bu da bizim 15%'miz. Deməli, bunu qısaca necə yaza bilərəm? 356 vurulsun 100%'dən 15% çıxanda yerdə qalır 85%. 85%'ə vursam, deməli biz bunu 15% azaltmış olacaq. Baxın, 303. Yəni, hansı artıq sizə daha praktikdirsə, onu edin. Misal üçün, gəlin fərqli rəqəmlər üzərində yoxlayalım. 496. Hətta formatını dəyişməm, sadə formada davam edəyim. Deyirik ki, 496'nı 20% artırmaq istəyirəm. Nə edirəm? 496 vururam 120%. Amma faiz hissəsi yaddan çıxmasın. Baxın, 20% artdı. 496'nı 30% azaltmaq istəyirəm. Avtomatik olaraq gəldim. 496 vurulsun 70%. 30% azaldıram. 347,2. Məntiq bu formada işləyir. Bəs, biz dedik ki, faiz artırmağı bildik, faiz tapmağı bildik, faiz azaltmağı bildik. Bəs 2 rəqəmimiz var, 2 ədədimiz var. Bunlar arasındakı faiz fərqini necə tapa bilərəm? Yəni, deyək ki, bizim bir rəqəmimiz 49'dur, digər rəqəmimiz 60'dır. Hətta belə bir fərz edirəm ki, qiymətimiz 49 manatdan 60 manata qalxıb. Yaxşı, bəs neçə faiz qalxıb? Biz arasındakı faiz qalxımını tapmaq istəyiriksə, nə edirik? Bərabərdə yazıram, bax. Əvvəlcə tapağın ki, mötərizə daxilində tapağın ki, faiz qalxımını tapmadan öncə ümumiyyətlə qiymət neçə manat artıb, ədəd olaraq aralarındakı fərqi tapağım. Yəni 60'dan çıxıram 49'u, beləliklə tapıram ki, qiymət neçə manat artıb. Baxın, burada da göstərəcək. Bizim üçün qiymət deməli 11 manat artıb. Hətta bir daha göstərim. Qiymət 11 manat artıb. Və bu artmış qiymətdə bölsəm öz qiymətinə, baxın, orijinal qiymətə, yəni birinci qiymətə, baxın, bu bizim aralarındakı fərqimizdir. Yəni, baxın, 11 manat artıb, 49 üzərinə 11 gələndə 60 edir. Və bölürəm artmamış qiymətə. Beləliklə tapıram ki, belə bir rəqəm. Bunu da faizə çevirsəm, buradan. Percentage. Baxın, göstərir ki, 22'dan %45% artıb. Başqa bir üzərində yoxlayalım. Deyək ki, qiyməti 235 imiş, olub 200 manat. Bunda hətta gəlin dəyərini dəyişim. Bir daha göstərirəm. Hətta burada baxın, bunu niyə kiçik yazdım? Yəni, böyük kiçiyə fərq etməkdir. Aralarındakı fərqi tapırıq. Gəlirəm, baxın, bundan bunu çıxıram. Niyə bundan bunu çıxıram? İlk göstərəcəm. Bu çıxılsın bu. Aradakı fərq nədir? -35. Nəyə bölürəm? Orijinal qiymətə. Orijinal qiymətimiz nə qədərdir? 235 manat. Çünki ilk qiymət budur. Enter vursam, tapıram ki, 14,89%. Yəni, 14,89% azalıb. Baxın, burada qiymət artmışdır, müsbətdir. Burada azaldı, mənfidir. Niyə burada mən birinci kiçikdən böyük, yəni sonuncudan bunu çıxdım? Çünki əgər əksini etsəydim, böyükdən kiçik çıxsaydı, cavab təqribən eyni olacaqdı. Amma ki, burada mənfi müsbət söhbədir. Artıq bu bizə artmış kimi göstərir. Oysa ki, biz azalmanı görmək istəyiriksə, həmişə nə etməliyik? Böyük kiçiyə fərq etmədən, böyük kiçiyə fikir vermədən, nə olursa olsun gəlib sonuncu düzənlik olmuş qiymətdən orijinal qiyməti çıxmalıyıq və bölməliyik orijinal qiyməti. Əvvəlcə aralarındakı fərqi tapırıq. -35 və onu bölürük orijinal qiymətə. Beləliklə tapırıq ki, -14,89. Deməli, biz ədədin faizini tapmağı bildik. Ədədi faiz qədər artırıb, faiz qədər azaltmağı bildik. İki ədəd və iki rəqəm arasındakı faiz fərqini tapmağı bildik.
burada bir problemimiz yoxdur artıq. İndi gəlin bunu normal cədvəllərdə yoxlayaq. Misal üçün belə bir cədvəlimiz var və artıq deyək ki, yeni bir ilə daxil oluruq və deyək ki, burada artıq qiymətlərimiz bizim üçün dəyişiləcək. Üzərində işləyək. Deyək ki, ilimiz olsun 2026. Daha mərkəzə qoyuram, biraz tündləşdirib, biraz da böyüdürəm. Artıq bizə deyilir ki, 2026-dan etibarən bizim qiymətlərimiz misal üçün 6% artacaq. Gəlin də bunu neyinlə? Qiymətlərimiz bu sütunda verilir. Deməli, biz qiymətlər artacaq 6% deyiriksə, yanında bərabər yazıram və qiymətimizi seçib 6% artmaq nədir? 106%. 106%-ə vurarsam, artıq baxın 138 və gəlib bunu hamısına bir-bir yazmayacaq. Gəlib baxın burada sağ küncdən aşağı çəkərsəm və ya bura 2 dəfə toxunarsam sol düyməni. Bu hamısı üçün şamil olunacaq. Doğru olub səhv olduğunu yoxlayalım. Dedik ki, ikisi arasındakı faiz fərqini tapırdıq. İkincidən çıxıram birincini. Bölürəm birinciyə. Yəni sonuncu qiymətdən ilkin qiyməti çıxıb, ilkin qiymətə böldükdə biz aralarındakı faiz fərqini tapırıq. Baxın 6% olduğunu göstərdi. 2 dəfə toxunuram, hamısını da göstərir ki 6%. Və faiz mövzumuzda təqribən bu qədərdir. Hətta sonlandırmamışdan sizə bir faiz nüansında deyim, onu da baxaq. Misal üçün bizə deyilib ki, bu 130 manat ümumi deyək ki, bütün dövriyyənin neçə faizini təşkil edir. Və biz də baxın ki, baxın, bizə buradakıların hamısının cəmi lazımdır. Ümumi cəmi biz nə ilə tapırdıq? Sam düsturu ilə. Sam düsturunu necə tətbiq edirdik? Bərabərdir. Sam yazıram, tab düyməsi və ya üzərində 2 dəfə toxunaraq sabitləyirəm. Ümumi sütunu və ya gəlib bütün qiymətləri seçməyim kifayət edəcək. Burada göstərəcək ki, mənə 3728 manat. O zaman mən gəlib buradakı qiymətimi ümumi cəmə bölərsəm və faizə çevirərsəm, tapıram ki, 130 manat, yəni mart ayında satılan elektronika kateqoriyasındakı notebook, 130 manatlıq notebook ümumi dövriyyənin 3,49%-ni təşkil edir. Bəs bunu daha rahat formada necə yaza bilərəm? Bu formada. Bərabərdir 130 bölünsün. Baxın, samı artıq burada yazıram. Sam və hamısını yenidən seçib mötərizəni bağlayıb enter vururam. Və görürəm ki, yenə eyni cavabı aldım. 3,49%, yəni 130 manatlıq notebook ümumi satışların sadəcə 3,49%-ni təşkil edir. Və faiz mövzumuzu burada sonlandırıram.